Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. Vlogu axşam çəkməyə başlamışam. Bugün mənə elçi gəliblər və bu barədə ayrı kanalımda video var. Çox güman ki o videonu artıq izləmisiniz, amma izləməmisinizsə bu videonun altında linki olacaq. Keçidirib baxa bilərsiniz. Qonaqlar gedəndən sonra, videonu montaj edəndən sonra buraları yığışdırmalı idim. Mən də fikirləşdim ki, elə onsuz da yığışdıracağam da sizin üçün videoda çəkərəm. Gözəl süfrəmizi yumağa atmalıyam və ən əsas mətbəxdə olan qabları hamısını yuyub yerbəyerləmək lazımdır. Bugün çox tez durmuşam və dəhşət yorğunam, amma buna baxmayaraq bu işləri hamısını bugün həll etməliyəm. Sizə isə ilk öncə çox sağ ol demək istəyirəm bu qədər gözəl sözlər yazdığınıza görə. Bəlkə də inanmayacaqsınız, amma 2000-ə yaxın rey var və onların arasında hələ ki bir dənə belə pis rey görməmişəm. Əslində pis rey olmağı da belə normaldır. Hamı səni sevə bilməz. Cəmiyyətdə də, kollektivdə də elədir. Bir insanı bəyənirsən, digərini isə bəyənmirsən. Və bu deməli deyil ki, sizin nəsə bir psixoloji probleminiz var. Əksinə, hər kəsi sevməyə məcburiyyətində deyilsiniz. Həqiqətən bu qədər xoş söz gözləmirdim. Mətbəximin də son durumu sizə göstərmək istəyirəm. Bunları hamısını yerbəyerləmək lazımdır. Tortumun gözəlliyinə baxın. R hərfi hələ ki qalıb burada. Əslində tort dəhşət dadlıdır. İşlərimi hamısını görüm. Oturum bununla bir stəkan çay için və yiyeyim bir kusok. Burada da vəziyyət belə. İlk öncə buradan başlamaq istəyirəm. Bura boşalsın. Yalnız reylərdə bir irad tutmuşlar. Tortu niyə görə mən tək kəsirəm? Çünki bey yuxarı qalxmadı. Ümumiyyətlə hamısı xanımlar idi. Ona görə mən tək kəsdim. Bir də ki bir reyə çox güldüm. Bir xanım yazmışdı ki 100% qurumadı. Baxış sayıları çox olsun deyə. Yəni ki bu boyda yalan danışmaq olarmı? Mənim misal üçün qohumlarım hamısı bir zəng gelir, təbrik edirlər və s. Mənə elə gəlir ki mən onlara desəm ki bu sırf baxışlar üçün quruma idi. Onlar heç biri mənə hörmət qoymazlar. Mən ümumiyyətlə həyatda da yalan danışmağı xoşlayan bir insan deyiləm. Yalan danışan insanlardan da zəhləm gedir. Əgər insan 3-4 dəfə yalanda tutmuşamsa, onunla davam eləmək münasibəti sadəcə bacarmıram. Bizdə bir dənə qrup yoldaşı oğlan var idi. Hər dəfə fərqli qiymətləri deyirdi. Ayaqqabı falan qiymət almışam, kəməri o biri qiymət almışam. Hər dəfə də o rəqəmlər dəyişirdi, amma ondan heç kim heç soruşmurdu. Sən bunu neçə almısan, onu neçə almısan? Məncə yalan bu bir xarakterdir, amma baxmaq lazımdır da kimə və nəyi yalan danışırsan. Bir dəfə üstü açılıbsa da heç vaxt sənə heç kim güvənməyəcək. Videonu o qədər tezləşdirmişəm və qıraqdan baxanda sanki hər şeyini bir saniyə içində eləmişəm. Həm də ki bir xanım da yazmışdı ki 100% siz qohumsuz və yaxud sizi valideynlər düz qoşulub və s. belə bir şey yazmışdı. Qəti elə şeylərin tərəfdarı deyiləm. Biz qohum deyilik və nişanlımın valideynləri ilk dəfə mən dünən görmüşəm, ondan əvvəl tanımırdım onları. Yəni ki onların müdaxiləsi olmadan bu bizim özümüzün qərarıdır və məncə belə də olmalıdır. Sabah istəyirəm biraz gəzim mağazaları və s. Baxıram ki bir çox mağazalarda gözəl indirimlər var. Bunlardan yararlanmaq lazımdır. Həm də ki sizə demişdim ki sportzala yazılmaq istəyirəm və yazılacaq idim əslində. Getdim 2 aylıq abunəçiliyi almaq üçün və kartla gəlmişdim. Nəqd pulum yox idi. O da ki az da deyilib. Deyəsən 80 manat idi, nə idi 2 aylığın pulu və dedilər ki yalnız kart eləmək olar və yaxud nəqd pul vermək olar. Ona görə də qaldım. Və sizdə bəlkə sual yarandı, kartda əgər pul var idisə, niyə görə kart eləmədi? Mənim kartım böyünə bağlıdır, çünki mən vergi ödəyirəm və elə bir kartdan digər karta köçürmə eləmək olmur. Hətta mən pul çəkərkən o kartdan 1,7% komissiya ödəyirəm. Amma hardasa ödəniş eləyəndə o komissiya məndən tutulmur. Ona görə hər yerdə kartla ödəniş eləyirəm. Bu gözəl eklerləri də təəssüf ki süfrədə yeyən olmadı. Üstünü belə səliqəli plonkalayıb göndərirəm xaladelnika.
Bilmirəm inanacaqsınız və yaxud yox. Burada cəmi 4 dəqiqədəm əslində 1 saat 30 dəqiqə idi. Ona görə telefonumda zaryadka bitdi və axıra qədər yığışdırdım. Sizə isə çəkə bilmədim. Evdə təbii güllərim, buketlərim olanda çalışıram vloqlara mümkün qədər çox salım. Çünki vloq bu bir xatirədir. Güllər isə dəhşət tez solur məndə. Bu buket isə o qədər ürəyimcə oldu. O qədər böyükdür və gözəldir. Elə gözəl qoxusu var bu buketin. Dəhşət. Ona görə belə. Sabah isə açacağım. Qəşəng vazaya qoyacağım. Heç normal vazım da yoxdur. Gərək özüm üçün 2 dənə böyük vaza sifariş edeyim. Mən elə bildim ki, sifariş eləmişəm. Baxıram ki, gəlməyib. Sonra görürəm ki, yox, planımda olub, amma sifariş edib qutara bilməmişəm. Ona görə bunu vedrəyə qoymaq məcburiyyətində qaldım. Növbəti gündən qızlar sizə salam. Dünən gec yatmağıma baxmayaraq bugün tez durmuşam. Çünki aşağıdakı qonşu pol vurur. Bu da evdə də hiss olunur. Mən hiss edirəm bir qırağa. Məncə siz də hiss edirsiniz. Çünki bu videonu səsləndirə hətta burada da eşitmək olur. Hər nə xeyirli olsun və tez bir zamanda remontunu bitirsin. Xoşbəxt yaşasın və yaxınlarda remont eləməsin. Gördüyünüz kimi ətirlərim artıq burada yerləşmir. Amma buna baxmayaraq yeni bir ətir sifariş eləmişəm. Mən belə deyim, A-klass və yaxud no-name ətirləri və yaxud qramla satılan sevmirəm. Adətən mən Instagramda reklam qarşılığında nə qədər ətir təklif eləyirlər. Düzün desə heç götürməmişəm və xoşlamıram deyə. Kimsə istifadə eləyir, razıdır, o başqa söhbətdir. Mənim ətirlərim isə ucuz segment ola bilər. Misal üçün bu Bargelladır və yaxud Avon'da var, Faberlic'də var, amma hamısı müxtəlif brendlərdir. Bunu da çox uyğun qiymətə Trendyoldan almışam və gördüm ki, hal-hazırda indirimdədir, dedim sizinlə paylaşım. Ətirləri sevənlər yaxın əyləşin. Pierre Cardin'in rəsmi səhifəsindən belə bir ətir. Roza qoxusunu çox sevirəm deyə 100% bilirdim ki, bəyənəcəm. Dam. Belə bir qablaşdırması var. Məncə çox şirindir. 2 ətirin arasında qalmışdım. Birdən deyirəm ki, məsəl lazım olar. Baxın, bu səhifədən almışam. Pierre Cardin Parfüm Original. Bu ətirin qoxusuna mən mağazada baxmışdım. Bunu istirdim əvvəl, axırda isə bunu götürdüm. Amma bunun qoxusu o qədər gözəldir. Yaxşı ki, elə bunu götürdüm. Sadəcə bilmirəm, hara yerləşdirəcəm mən bunu. Qalsın hələ ki, buradan. Bunda tuluyuruq. Bugün mən biraz gəzməyi planlaşdırırdım, mağazaları gəzməyi və s. Amma baxıram, hava dəhşətdir. Ətirlərin yanında belə bir bijuteriya qabım var. Vaxtıykən bunu çox sevmişdim və sevərək işlətmişəm. Heç nə olmayıb, tam mükəmməl vəziyyətindədir, kesilmədən ibarətdir. Bəlkə digər vloqlarında görmüsünüz siz bunu. Bunu mən rayona gedəndə Fatiməyə aparmaq istəyirəm. Belə sırğalar məndə olduğundan xəbərsiz idim. Bunları da gərək arada mukbanglar çəkəndə gərək rəngli makiyaj eləyim və taxım bunları. Bunlar sırğalardır. Bəzi bijuteriyalar necə də gözəl parıldayır. Qəşəng içini nəm salfetka ilə silirəm. Belə ləkə falan yoxdur, baxmayaraq ki, açıq rəngdə parçadır. Amma hardan giribsə özüm də bilmirəm, amma içində toz var idi. Fikirləşdim, həm bunu aparım rayona, həm də ki, taxmadığım bijuteriyaları. Gəlin boş verməyək, bu sırğaları da qoyuram bura. Çox gözəl belə par yanırlar. Bu gümüşdür və üstündə Allah yazılıb. Sizi bilmirəm, amma mən belə balaca sırğaları çox sevirəm. Bu 2 sırğa da qalsın burada. Bu sırğalarda qızlar bir dəfə də belə taxmamışam. Çox qəşəngdilər. Bu bilinə taxmaq üçün belə bir çepdir. Ümid edirəm ki, Fatimə bəyənəcək bunları. Qıqrası yay gəlir qabaqdan. Taxa biləcək bunları, hamısını bu sırğalardır. Belə bir qolbaq. Hal-hazırda isə istifadədə olan bijuteriyalarım bunlardır. Bir dənə bunları sizə heç məsləhət görmürəm qızlar. Çox qəşəngdir, amma dəhşət ağırdır. Taxmaq qeyri-mümkündür. Bu qədər üzüyüm var. Əvvəllər Temudan qaytarma yox idi və bunları alan kimi gördüm ki, zastёşkası açıb bağlanmır. Ona görə bunları məcbur tullamalıyam. Bu 2 sırğanı isə Fatimə üçün qoyuram. Taxmıram mən bunları. Belə kəpənəkləri də Fatimə üçün. Bəzi sırğaları heç taxmağa yeri yoxdur. Bunları da tulluyuram. Bu da oldu belə. Rayona gedəndə aparacam özümlə.
İstədim əvvəl düşüm supermarketə qəşəng bir dənə kuliç alım və oturum mukbang çəkim. Sonra fikirləşdim ki, xaladelnikdə bu qədər dadlı yeməklər var, kruasanlar var, dünəndən qalan nələr var. Hamısını düzüm süfrəyə və qəşəng bir dənə mukbang çəkərəm, rasxod eləməyim. Amma hələ ki acmamışam, istəyirəm bu maskanı eləyim. Amma bunun belə qəşəng qaşığı var idi, onu itirmişəm. Ona görə vəhşi kimi belə əllərimlə yeyəcəm. Bir 30 dəqiqə üzümdə saxlayıram. Bu vaxtında boş-boşuna itirməmək üçün telefonda olan sizin üçün paylaşdığım vloqları rus dilinə tərcümə edirəm. Heç olmasa bu yarım saat ərzində vloqun yarısını da olsa hazırlayım. Hal-hazırda telefonda 12 dənə vloq var, hansıları ki tərcümə eləməliyəm. Yerdə tutur telefonda. Tərcümə eləyib o bir kanala atmaq lazımdır. Bu telefondan silmək mən isə heç bir cür vaxt tapa bilmirəm buna. Bu dəfə nazik bir qat tətbiq elədim. Bilmirəm normalda soyulacaq yoxsa yox. 30 dəqiqə ərzində heç özümdən gözləmirdim, amma bir videonu tam olaraq hazırladım və tərcümə elədim. Maska isə elə gözəl soyulur, qiyməti isə cəmi 17 manatdır. İndi mukbang üçün makiyaj eləyirəm və son zamanlar bunu açmışam deyə bitirmək istəyirəm. Mişan belə bir kuşondan istifadə eləyirəm. Heç xoşuma gəlmir. Niyə görə əsas məsələ? Bu sponjla rahat olmur mənim üçün. Adi tonallar məncə 100 qat daha yaxşıdır. Amma yenə də pul vermişəm deyə istifadə eləyirəm. Amma sizə məsləhət verə bilmirəm. Makiyajımı da elədim. Elə qəşəng oxlar alınıb. Bilirəm ki 100% soruşacaqsınız. Faberlikin bu linerı istifadə eləyirəm həmişə. Bilirəm əksər xanımlar belə fırçaları sevmir. Mən isə əksinə. Yalnız belə fırça ilə çəkə bilirəm normal oxları. Əti belə qəşəng qızardıram. Hər iki tərəfdən çox dadlı alınır. Bu resept üçün qırmızı biber daha uyğundur, amma evdə yoxdur deyə yaşıl əlavə edəcəm və zelin. Suşilər üçün necə hazırlanır? Eyni cür hazırlayıram. Hətta uksus da əlavə eləmişəm. Əsas məsələ çayı unutdum. İndi qoymuşam çayı. Bu ay özümə söz vermişəm ki, heç olmasa 10 dənə mukbang çəkəcəm Rus kanalı üçün. Sizdən isə bir xahişim var, kanalıma abunə olun, çünki izləyicilərimə səsli mesaj göndərə bilirəm. Və belə bir gözəl iştah açıcı süfrə alındı məndən. Deməli, burada şamı yandıracağım, bu heç. Bu da ki mənim süfrəm bəh-bəh. Özümdə acmışam. Və burada çay yerləşmədi. Ona görə çayı hələ ki qoymuşam bura. Yaxşı ki bu bolka var. Bura həm vilka, həm qaşıq olsun, salfetka bura qoymaq olar mukbang zamanı. Və arxa planda dəhşət qəşəng güllər. Bəh, arxa plan necə də gözəl alınıb. O qədər xoşuma gəldi qızlar. Həm yeməyi dadlı idi, həm arxa plan qəşəng idi. Ümumiyyətlə bu mukbang dəhşət ürəyimcə oldu. Mən isə tez bu videonu çəkib, sırası montaj edib bunu atacağım bu öz yerində. Və paltarlarıma biraz əl gəzdirmək istəyirəm. Geymədiyi paltarı ehtiyacı olan insanlara verməyi düşünürəm. Daha məntiqlidir. Əslində bunu qış paltarları, yay paltarlarını əvəz eləyəndə şkafda səliqə səhman yaradanda eləyəndə daha yaxşıdır, amma bugündən başlamaq istəyirəm. Əgər mən geymirəmsə, sırf onu saxlama, əslində satmaq da olar, amma nəsə son zamanlar sırf kiməsə təmənnasız verməyi tərəfdarıyam. Amma belə bir şey də var, mənim əksər paltarlar qısa paltarlardır, misal üçün mən kənddə göndərirəm, kənddə isə elə geymirlər, crop geymirlər, göbəyi açıq geymirlər. Elə paltarları mən kimə verim, heç özüm də bilmirəm. Belə baxanda aşırı dərəcədə özüm də açıq geymirəm, amma qısa ətəklər zadlar olur. Yenə də şəhərdə geyindiyi tip tərzdən isə kənddə biraz başqa cür geyinirlər, özünüz də bilirsiniz. Hətta belə deyərdim, Xaçmaza gedəndə və yaxud kəndə gedəndə mən tam öz qarderobumu götürmürəm, ora uyğun paltarları götürürəm. Halbuki kənddəki qonşular görürlər də videolardan necə geyinirəm və şəhərə nə cür çıxıram. Duzlu şeyi sразу şirin şeylə birlikdə yeməyi dəhşət sevirəm. Hətta pizzanı ananasla birlikdə mənim ən sevdiyim növ pizzadır. Amma nədənsə mən belə yeyəndə ətrafdakı insanlar mənə sanki dəli kimi baxırlar. Yedim. Çox dadlı idi. Baxım görün burada geymədiyim nələr var. Misal üçün burada qəşəng şeyindən sifariş elədiyim belə bir don var.
Uzun müddətdir geymirəm. Məncə bunu kifayət qədər geyinmişəm. Vloqlarda 1000 dəfə görmüsüz. 1 il ərzində geyinmişəm. Çox gözəl bir kurtkadır. Amma oje gələn il özüm üçün təzə kurtka alacağam. Bunu isə hələ ki yaxşı vəziyyətindədir. Kiməsə verim. Ehtiyacı olan biri geyinsin. Düşünürəm yaxşı kurtkadır, oversize'dır. Bəyənərək geyinmişəm. Amma da biraz istəyirəm qarderobumu azaldım. Bu kardiqanı da uzun müddət geymirəm. Yayda misal üçün hansısa bir crop topik geyinirsiniz və axşamlar soyuq olanda bunu sadəcə üstündən atırsınız. Gözəl materialı var. Baxın, belə yaxından da göstərim sizə. Bunun 2 rəngi var məndə. Bu rəngi yaxşısı kiməsə verim. Bu qış da bitdi və yenə də bu isti koftanı geyinməmişəm. Ondan yaxşıdır kiməsə verim və kimsə geyinsin. Qəşəng rəngi var, sadəcə ütüsüz vəziyyətindədir deyə tam gözəl görsənmir. Bunu da Shein-dən sifariş eləmişdim. Yadınıza gəlirsə uzun bel şalvarlarla qəşəng görünür. Sadəcə geyinmirəm. Səbəbi yalnız budur. Hələ yay paltarların arasında da nə qədər paltarlar var. Onları isə qarderobu razbor eləyəndə o vaxt birlikdə bir-bir geyinib sizə göstərəcəm. Deməli bu koftada verirəm. Belə bir dəstim var. Düşünürəm ki, kənddə kimsə geyinə bilər. Əslində mən krasovka ilə zadla geyinirdim bunu. Qəşəng görsənirdi. Sadəcə bir razmer mənə elə bir ki böyükdür. Geyindim qızlar və nəsə xoşuma gəldi. Mütləq rey bölməsində yazın, bunu özüm üçün saxlayım və yaxud verim. Uzun ətəyi belə krasovkalarla zadla əslində pis görsənməz. Mən bunu da Shein-dən almışam. Hardasa bir 4 il bundan əvvəl. Sadəcə şkafda bilmirəm hansı polkada idi, heç geyinmirəm bunu da. Kənd yerində özüm də bilmirəm kimə uyğun gələcəksə bu don. Yəqin ki, balaca boyu olan bir gənc xanıma pis olmaz. Kim geyinər düşünürəm. Gözəl rəngi var. Mən geyinmirəm sadəcə. Belə yığdım hamısını bir paketə. İnşallah indi kəndə gedəndə özümlə aparacağam. Bir həftə yaxındır ki, biz mama ilə kəndə getmək istəyirik, amma havalar buna imkan vermir. Bundan əvvəl mənim rəhmətli nənəm belə idi. Havalar düzələn kimi elə istəyirdi kəndə getmək. Biz isə əksinə ona deyirdik ki, şəhərdə nə pisdir ki, sən nə qan eləmir. Yəni ki, problem nədən ibarətdir? Niyə görə bu qədər kəndə getmək istəyirsən? İndi isə mən özüm də onun kimi olmuşam. Bu günlük isə bu qədər. Çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Özünüzə yaxşı baxın. Sağ olun.